fikirlərini nəzərə almısınız. Tamam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sadəcə bir yumurta ilə çox sadə tort resepti paylaşacağım. Burada demək olar ki, hər şey 7 qaşıqdan ibarətdir. Bir yumurta, 7 qaşıq şəkər tozu, 7 qaşıq un, 7 qaşıq duru yağ, vanil, qabartma. Burada da 7 qaşıq qatıq. Bunları biraz yaxşıca qarışdırırıq. Məni çox qarışdırmağa da əslində ehtiyac yoxdur. Resepti düzü mən də birinci dəfə sınayıram. Ona görə də sizinlə bölüşmək istədiyim şokolad və 7 qaşıq un. Üzəri isə doğranmış qozdan istifadə edəcəyik. Biraz belə yayırıq. Daha sonra üzərinə doğranmış qoz əlavə edib 20-25 dəqiqədə bişirəcəyik. Mən də ilk dəfədir yoxlayıram. İnşallah ki, yaxşı çıxar. Nəticəni də sizinlə paylaşacağım.